Heç ağlı başında olan insan da öz sərvətini məhv eləyərmi? Öz milli sərvətini betonların altına gömərmi? Heç ağlı başında olan məmur öz dövlətinin mülkiyyətini işğal eləyərmi? Bakı Şəhər İcra Hakimiyyəti Cənab Prezident İlham Əliyevin əmri ilə, fərmanı ilə Buzovna qayalığı üzərində inşa edilmiş qanunsuz itkilərin sökülməsi üçün qərar qəbul etdiniz. Ancaq bura baxın. Bu nədir? Hələ 4 qanunsuz tikili Buzovna qayalığı Dövlət Təbiət Abidəsi ərazisini zülm altında, işğal altında saxlayır. Bəs bu işğalı nə vaxt son qoyacaqsınız? Nə vaxt prezidentimizin fərmanını layiqincə icra edəcəksiniz? Nə vaxt bu vandallığa son qoyacaqsınız? Nə vaxt bu qardaş işğalına son qoyacaqsınız? Bəs deyil bu zülüm.